Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Ve ala alihi tayyibina tahirin el ma'sumin el mukarramin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Bugün Ramazan ayının 14. günüdür. Sabah inşallah İmam Hasan Aleyhisselam'ın mevlududur. Bugün mevlud akşamıdır. Allah Teala tuttuğumuz oruçları, ettiğimiz ibadetleri ve duaları bizden inşallah âli derecede kabul eylesin. Mevzumuz Allah'ın adları ve bu adların tecellileridir. Keçən söhbətdə Allah-u Teala'nın Rəbb adı və rububiyyət sifəti barədə danışdıq. Bugün Səməd və Səmədaniyyə sifəti barədə danışacağıq. Quran-ı Kerimdə İxlas surəsində oxuyuruq. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu saməd. De ki Allah əhəddir, təkdir. Allahu saməd, Allah saməddir. Sadla yazılar, qalın tələffüz olunar. Saməd sözü Quranda yalnız bu yerdə gəlibdir. Yalnız bir dəfə qeyd olunub, Allahın sifəti olaraq, Allahın adı olaraq. O da yalnız elə İxlas surəsindədir. Quran-ı Kerimdə başqa yerdə işlədilməyibdir. Ümumiyyətlə, ərəb dilində nadir rast gəlinən bir sözdür. Şeyx Səduk Ət-Təvhid kitabında Saməd sözünün mənası barədə danışanda deyir, Saməd mənası seyyid, yəni ağa. Hər şeyə sahib olan, hər şeyin ağası bu mənadadır ki, hər kəs deyir, əgər Səmad sözünü bu mənada qəbul etsə, Allah əzəldən Saməddir. Yəni Allah əzəldən elə nədir? Hər şeyin sahibidir, ağasıdır. Çünki deyir, ərəblərdə də qövmü içərisində itaət olunan ağaya, yəni bir ağa ki, qövmü içərisində ona itaət edirlər, onun əmri olmadan heç nə yerinə yetirmirlər, ona ərəblər nə deyərmiş? Saməd deyərmiş. Həmçinin Saməd sözünün başqa bir mənası da var ki, Saməd sözü üz tutulan mənasındadır. Ki, insan məsələn ehtiyacların həll olunması üçün üz tutulan bir qapı. Ki, ona üz tutarsan, ona sığınarsan. Qəsdin, məqsədin o olar. Bu mənada Saməd sözü Allahın feili sifətlərindəndir. Çünki ehtiyacı olan Allaha üst tutduqda Allah onun ehtiyacını ki həll edər, bu olar feili sifətlərdən. İmam Qəzali, Əbu Hamid Əl-Qəzali, böyük İslam mütəfəkkirlərindəndir. O da Saməd sözünün mənası barədə danışanda bu cür izah edir ki, Saməd deyir, o kəsdir ki, ehtiyacların həlli üçün ona üst tutular, istəklərin yerinə yetirilməsi üçün, diləklərin yerinə yetirilməsi üçün ona üst tutular. Çünki o deyir, seyyidliyin, yəni ağalığın, böyüklüyün ən yüksək zirvəsindədir. Saməd sözü ki, ərəb dilində mənası belə ərəblərin özünə tam bəlli olmadığı üçün, elə İslamın ilkin dövrlərində bu sözün mənası barəsində tez-tez suallar olunub. Xüsusilə də imamlarımızın dönəmində imamlardan çoxlu suallar olunur və imamlar bunu, Saməd sözünün mənasını izah edərək bu sualı cavablandırıblar. Bu barədə hədislər Şeyx Sədukun Ət-Təvhid kitabında qeyd olunubdur. Onu da qeyd edim ki, kitab Azərbaycan dilində də mövcuddur. Şeyx Sədukun Təvhid kitabı. Təvhidlə bağlı Allah Teala və Allah Teala'nın sifətləri ilə bağlı Peyğəmbər və Əhl-i Beytdən nəql olunan hədislər orada cəm olunubdur. İmam Baqir Əleyhisselamdan belə bir hədis nəql edir ki, İmam Baqir Əleyhisselam deyir ki, atam Zeynul Abidin Əleyhisselam mənə danışdı, atası Hüseyin ibn Əlidən ki, İmam Hüseyin Əleyhisselam belə buyurmuşdu, Əs-Saməd əlləzi lə cəvfə ləh. Saməd ona deyirlər ki, onun içi yoxdur. Saməd ərəb dilində o şeyə deyirlər ki, onun cəvf, bətin yoxdur, qarın yoxdur. Yəni çöl və iç yoxdur onda. Bir şeyin içinin və çölünün olması, zahirinin və batinin olması onun cism olmasına dəlalət edər. Yəni deməkdir ki, Saməd odur ki, cism deyil. Və yaxud da Saməd əlləzi qad intəhə sə'duduhu. Saməd odur ki, o sahibliyin, ağalığın, böyüklüyün zirvəsindədir. Saməd əlləzi lə yəkulu və lə yəşrəb. Saməd odur ki, yeməz və içməz. Yəni ehtiyacı yoxdur yemək və içməyə, ehtiyacsızdır.
Es-samad ellezî la yenâm, səməd yatmaz. Samad ed-daim ellezî lem yezel ve la yazal. Səməddir odur ki, əzəldən olub və əbədi də olacaqdır. Bu hədisdə deyilən samad sözünün mənasından belə başa düşürük ki, nədir? Ehtiyatsız olandır, ehtiyacı yoxdur heç bir şeyə. Cisim deyil, mürəkkəb deyil, içi və çölü olan batin və zahirdən ibarət deyil. Aciz deyil, yuxuya ehtiyacı olsun, yeməyə, içməyə ehtiyacı olsun. Əzəldən mövcuddur və əbədi də mövcud olacaqdır. Və həmçinin Muhammed ibn Hənəfiyyədən nəql olunur. Muhammed ibn Hənəfiyyə İmam Əli əleyhissalamın oğludur da bilirsiniz. Ki Muhammed ibn Hənəfiyyə saməd sözünün mənasını izah edəndə ondan belə dediyi nəql olunub ki, əl-qaimu bi nəfsi, öz-özlüyündə mövcud olan. Yəni varlığı hansısa bir varlıqdan asılı deyil. Məsələn, biz və bütün mövcud olan məxluqların hamısının varlığı müəyyən bir səbəbdən asılıdır ki, səbəblərin də səbəbi Allah-u Teala'dır. Allahu-Saməd ki, deyir, Allah səməddir, yəni varlığı öz zatındandır. Allahın varlığı zatındandır, kənardan hansısa bir səbəbdən asılı deyil. Yəni, bunu başa düşmək üçün sadə bir misal deyək ki, kəlam alimlərimiz tez-tez bu misalı çəkirlər. Məsələn, deyək ki, hər şeyin duzluluğu duzdandır. Amma duzun duzluluğu nədəndir? Zatındandır. Duz, duzluluqdan ayrı bir şey deyil. Duzluluq onun zatıdır. Məsələn, yemək duzludur, duz çox dövmüsən, duzlu olubdur. Nə bilim, pomidor xiyarı çox duzlamısan, duzlu olubdur. Amma duzun duzluluğu öz zatındandır. Bu misalı ona görə çəkib bunu anlayaq ki, yəni varlıq Allahın zatındandır. Varlıq Allahın zatından kənar deyil. Amma Allahdan qeyrisinə nisbətdə varlıq onun zatından deyil. Səbəb mövcud olanda mövcud oluruq. Səbəb mövcud deyilsə mövcud olmur, var olmur. Biz səbəblərdən, Allahdan qeyrinə varsa hamı səbəblərdən asılıdır ki, səbəblərin səbəbi də Allah-u Teala'dır. Ki samad sözü bu mənada nədir? Samad sözü bu mənada zatı ilə var olandır. Əl-qaimu bi-zətih vəl-ğəniyyu an qeyrih, başqasına ehtiyacı olmayandır. Muhammed ibn Hənəfiyyənin sözləri də. Sonra deyir ki, əl-mutəali anil-kovni vəl-fəsad. Samad deyir odur ki, formalaşıb dağılmadan uzaqdır. Allahdan savayı hər bir şey mürəkkəbdir də, tərkib hissələri mövcud olur, tapır özün, var olur. Tərkib hissələri görsən biri pozulur, xarab olur, dağılır, parçalanır, məhv olub gedir. Çünki mürəkkəb varlıqlarıq. Mürəkkəb varlıqlar müəyyən tərkib hissələrinin biri çatmasa, fəsad baş verəcək varlıqda. Allah deyir, bu cür xüsusiyyətlərdən alidir. Səməd o kəsdir ki, bu xüsusiyyətlərdən ali olsun. Əs-Saməd əlləzi lə yusəf bit-təğayür. Saməd deyir, odur ki, dəyişikliklə vəsf olunmaz. Onda heç bir dəyişiklik baş verməz. Çünki dəyişiklik o şeydə baş verir ki, o sonradan yaranıbdır. Əzəli olan, o ki əvvəldir, ondan əvvəl heç nə yoxdur və əbədi olan bir varlıqda heç vaxt dəyişiklik ola bilməz. Bir varlıqda bir şey dəyişirsə, dəyişiklik baş verirsə, o zaman nədir? Sonradan yaranmış bir varlıqdır. Ona görə də Allah dəyişikliklə vəsf olunmaz ki, Allah məsələn halı dəyişsin, belə olsun, məsələn, yox. Allahın qəzəbi də, rəhməti də o bizdəki kimi psixoloji bir hal deyil. Allahın qəzəbi onun verdiyi cəzadır. Allahın rəhməti onun verdiyi mükafat və savablardır. Bu və digər rəvayətlərdən, hədislərdən belə əldə edirik, belə başa düşürük ki, saməd sözü görürsən ki, müxtəlif cür izah olunubdur. Əslində biz baxsaq görürük ki, burada saməd sözünü bütövlükdə həqiqətini bizə hədislər izah etmir. Hədislər bizə saməd sözünün misdaqlarını, yəni nümunələrindən, göstəricilərindən bizə nümunə çəkərək bizə bildirir. Amma həqiqətinə gəldikdə isə saməd sözü Allah Teala'nın sifətidir və onun zatıdır. Allahın zatı ağıllarla dərk olunmaz. Biz bu nöqsanlı ağlımızla o böyüklüyü, o mütləqliyi, o sonsuzluğu dərk eləyə bilmərik. Ona görə Ziya Paşa necə deyir? Deyir, qudrət-i məali bu qədər əqlə gərəkməz, zira bu tərəzi o qədər siqləti çəkməz. Yəni Allahın uca qüdrəti bu ağla gərəkməz, ağıl onu dərk eləyəməz Allahın uca qüdrətini. Çünki deyir, bu tərəzi bizim ağıl tərəzimiz, o boyda ağırlığı çəkmək qabiliyyəti yoxdur, qüdrəti yoxdur. Və buradan deyirik ki, biz saməddən məqsəd kamil, mütləq, həqiqi varlıqdır ki, nöqsanlardan münəzzəhdir, acizliklərdən münəzzəhdir. Allahdan qeyrisi belə deyil. Yalnız Allahdır ehtiyatsız olan. Ona görə də hər bir şeydə Allaha üst tutulmalıdır, ehtiyacların həll olunması üçün.
yardımlar, çətinliklər, sınaqlar, hər şeydə üst tutulacaq qapı nədir? Allahdır. Allah qəniyyun bizzat, zatən zəngindir. Quran-ı Kerim deyir: "Eyyuhannas entumul fuqara vallahu vel ganiyyul hamid." Ey insanlar, sizsiz möhtac olan, ehtiyac içində olan sizsiz, fəqir sizsiniz. Vallahu vel ganiyyul hamid. Allah zəngindir, hər cür şükrə və tərifə layiqdir. Zənginlik Allahın zatındadır. Allahdan qeyri nə varsa fəqirlik də onun zatındadır, ehtiyac da onun zatındadır. Ona görə də Allahdan qeyrisində nöqsan var, zəiflik var, məhrumiyyət var. Səbəbdən aslı olmaq var, zahir var, batin var. Zahiri möhkəm görsənə bilər, insanı aldadar, amma batini puçdur, heçdir, zəifdir. Nə özünə zərər verə bilir, nə özünə mənfəət verə bilər. Allahdan qeyri heç nə buna sahib deyil. Bəzən belə sual ola bilər ki, axı biz görürük ki, məsələn, insanlar bir çox problemləri həll edir, çətinlikləri aradan qaldırır, bəşər buna sahibidir, bəşər bir-birinə yardım eləyir, dəstək eləyir, bir-birinə xeyir verir, bir-birinə zərər verə bilir. Ki Allaha, yəni burada heç görürsən ki, Allaha istinad etmədən bunları edirlər. Bəs bu necə olur? Əslində biz baxsaq görərik ki, mənfəətin də baş verməsi, zərərin də baş verməsi ki, bəşər bunu edir, bir-birinə xeyir verə bilir, bir-birinə zərər verə bilir. Bu Allahın tövfiqatı ilə, Allahın müvəffəq etməsi iləndir. Bu Allahın səbəbi iləndir. Əgər ilahi lütf olmasaydı, kimsə kiməsə dəstək olmazdı, yardım olmaz, etməzdi. Allah bəzi insanların qəlbində riqqət yaradır, mərhəmət yaradır ki, bəzilərinə dəstək olsunlar, yardım etsinlər, kömək əli uzadıb bir-birinə xeyir, fayda verə bilsinlər. Bütün bunlar hamısı ilahi tövfiqatla baş verir və xeyir verəndə Allahın verdiyi ruzidən verir. Özü heç nəyə sahibi deyil ki. Mülk və mülkün sahibi o yalnız nədir? Allaha aiddir. Bütün mülkiyyət Allaha aiddir. Biz sahib olduğumuz hər şeylə Allahın quluyuq. Allahın mülkiyyətindəyik. Amma insan bu həqiqətdən çox zaman qəflətdə olur. Görürsən ki, biz Allahdan qeyrilərinə elə üst tuturuq ki, sanki Allaha üst tutmuşuq. Təvəkkülümüz Allaha zəifdir. Bu da nədən irəli gəlir? İmanımız Allaha zəifdir. İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis nəql olunur. Hər bir şeyin həddi var. Dedilər ki, yəqinin həddi nədir? Dedi, yəqinin həddi Allaha təvəkkül etməkdir. Yəqin, yəni zirvədə olursa insan Allaha təvəkkül edə bilir. Dedilər, və təvəkkülün həddi nədir? İbn Rasulallah. Dedi, təvəkkülün də son həddi, zirvəsi budur ki, Allahla olduqdan sonra heç nədən qorxmayasan. Bu məsələ budur. Belə bir əhvalat nəql edirlər, qıssə nəql edirlər ki, bir nəfər çox ehtiyac içində olur, həddən artıq sıxıntı içərisindədir, ehtiyac içərisindədir. Həya eləyir ki, geçsin Allahdan qeyrisinin qapısını döysün, heç kəsə üzünün suyunu tökmək istəmir. Allahına dua eləyir, ruzi üçün Allahdan diləyir, istəyir. Həmin şəhərdə bir tacirdə yuxu görür bir gün. Yuxuda görür, buna deyirlər ki, get filan məhəllədə filan bir qapı var. O qapını döy, orada ehtiyac sahibi var, onun ehtiyaclarını həll et. Yuxudan ayılandan sonra deyirlər ki, yuxuda da görmüşəm də. Əhəmiyyət vermir. İkinci gecədə eyni yuxunu görür. Üçüncü gecədə eyni yuxunu görəndən sonra deyir, yox, mən gedib tapmalıyam bu adamı. Gəlir həmin adamı tapır. Bu bir əhvalat ola bilər, heç baş verməyib, amma buradakı hikməti istəyirəm, çatdıram sizə. Gəlir həmin adamı tapır, qapısını döyür, filan kəs sənsən, hə. Ona çıxardır müəyyən dirhəmlər, dinarlar verir. Sonra deyir ki, mən filan tacirəm. Filan bazarda, filan yerdə mənim dükanım var. Nə vaxt ehtiyacın oldu, gəl mənim yanıma. Mən sənin bütün ehtiyacları qarşılayacağım. Deyir, yox, nə vaxt ehtiyacım olsa, mən sənin yanına getmərəm, gəlmərəm sənin yanıma. Niyə? Deyir, mənim ehtiyacım olsa, mən Allahımı üst tutarım, Allah sənin kimi bir qulunu göndərər mənim yanıma. Allah sənin kimi bir qulunu göndərər mənim yanıma ki, mənim ehtiyacım həll olunsun. Saməd budur, Allah ehtiyacsızdır. Allahdan qeyri kimsə müstəqil şəkildə nə yardım edə bilər, nə zərər verə bilər. Allahın izni gərəkir baş verən hər bir şeydə. Ona görə də insan bəzən bu həqiqəti unudur. Çünki biz maddəyə və maddiyyata o qədər bağlanırıq ki, bu məsələləri unuduruq. Allahdan qeyrilərinin elə bilirik ki, müstəqil şəkildə Allahdan qeyrisinin mütləq zərər vermə və ya fayda vermə və ya mənfəət vermə gücü var. Bundan başqa bu bir nədir? Şirkdir eyni zamanda və bir günahdır ki, insan bu cür düşünsün və çox böyük günahdır ki, insan Allahdan qeyri müstəqil şəkildə nəyinsə xeyir və ya zərər verə biləcəyini düşünüb etiqad edərsə, böyük günahlardandır. Samədin biz təcəllilərinə baxsaq, görürük ki, Allah-u Teala bəşər övladının
içində ona üst tutmaq, ehtiyaclarında, çətinliklərində, sıxıntılarında ona üst tutmaq hissini insanın içərisində qoyubdur. Bu insanın fitrətindədir. İnsan Allah fitrətində yerləşdirib ki, sıxıntılarında, çətinliklərində ilk anda insan Allaha üst tutur. İnsan o zaman ki, maddədən əli üzür, maddi dəstəklərdən əli üzülür, görür ki, ona heç bir maddiyyat fayda verə bilməyəcək, o zaman ali bir qüvvəyə üst çevirir. İmam Sadiq əleyhissalamın dönəmində Əbu Şakir Deysani gəlir İmam Sadiq əleyhissalamın yanına, deyir ki, dulləni alə Rabbi, Rabbimin varlığı mənə subut elə, məni yönəlt Allaha görüm, Allah varmı, yoxmu, bunu necə subut eləyərsən yəni? İmam Sadiq əleyhissalam ona deyir ki, sən gəmi minmisən, gəmidə səfərdə olmusan, hə. Üzmək bacarırsan, deyir, yox. Deyir, olub ki, təhlükə anı yaşayasan, məsələn, dalğa falan ki, gəmi bata bilər. Deyir, qarşılaşmışam bu cür hallarla. O anda, deyir, qəlbin nəyə bağlanıb? Deyir, o anda qəlbin ali bir qüvvəyə bağlanırdı ki, bir qüdrət bizi xilas eləyə bilər buradan. Ümidim var idi ki, bir qüdrət bizi buradan qurtarır. İmam buyur ki, həmin elə qüdrət Allah Teala'dır. Yəni Allah insanın fitrətində, insanın təbiətində qoyub onu tanımağı, ona üst tutmağı, ona yalvarmağı, ona əl açmağı. Amma insan bəzən bundan qəflətdən olur, bəzən bunu unudur. Niyə? Çünki maddi bağlılıqlar, dünyavi bağlılıqlar, günahlar bir hicab yaradır. İnsanın bu fitri məsələlər, insanın qəlbinin üstünə bir hicab yaradır. Amma çətinliklərdə, bəlalarda o qəlbin üstündəki o tozun hamısı aradan gedir və insan yenidən Allahını üst tutur. Bax, burada gərək ki, insan təzdən qəflətə düşməyə. Quran-ı Kərimdə Allah Teala bu məsələni bu cür bizə bəyan eləyir. Ənkəbut surəsi 65-ci ayədə. فَإِذَا رَكِّبُوا فِي الْفُلْكِ Elə ki, deyir, gəmiyə mindilər, sıxıntı oldu, çətinlik oldu, problem oldu. دَعَوُ اللّٰهَ مُخْلِسِينَ لَهُ الدِّينَ İxlasla Allaha dua etdilər. İxlasla dua edirlər. Quranda bir neçə yerdədir bu ayə. Bir yerdə bu cür deyir, dua edib nədir? Deyirlər ki, لَاِنْ أَنْجَيْتَنَا مِنْ هَذِهِ لَنَكُنَّنَّ مِنَ الشَّاكِرِينَ İlahi bizi buradan xilas eləsən, biz şükr edənlərdən olacağıq. فَلَمَّ نَجَّاهُمْ إِلَى الْبَرِّ Allah onları quruya çıxartdı, deyir, nicat verdi, gəldilər, quruya çıxdılar. اِذْهُمْ يُشْرِكُونَ Onlar yenidən Allah'a şərik qoşarlar. Bu insanın xüsusiyyətidir. Allah çox tövfiqat göndərir, çox hidayət üçün lütflər eləyir. Sadəcə unutqan olan insan qəflətə düşür çox zaman. Qiyamətin günündə heç kəsin Allahın qarşısında heç bir bəhanəsi olmayacaq. Biz elə bilirik ki, etdiyimiz günahlara bir bəhanələr gətirə biləcək, gətirəməyəcək, yox. İnnəl hüccətəl bəliğətə lillah. Quran da deyir, ən böyük dəlil, hüccət Allaha məxsusdur. Allah bütün bəhanələrimizi kəsəcək. Hidayət sahəsində, haqqı tanıma sahəsində bütün bəhanələrimizi kəsəcək. Mən sizə haqqı tanıtdırdım, haqqı göstərdim, dəfələrlə müvəffəq etdim, amma insan sən neynədin? Yenə üst çevirdin, yenə unuttun. Samadaniyə, səməd sifətinin bəndədə təcəlli etməsi necə mümkündür? Çünki bizim bu adları ki, Allah-u Teala'nın adları barəsində danışırıq, bu adlar barədə danışmaqdan məqsəd təkcə zehin mərhələsində bu adların mənasını bilmək, bunlar barəsində müəyyən bir təsəvvür əldə etmək bundan ibarət deyil. Əslində məqsəd insanın təxəlləqu bi əxlaqillah, Allah əxlaqı ilə əxlaqlanın. Bu adlarda mənəvi seyridir. Biz istəyirik indi zehindən seyr eləyək. Amma bunu bilməliyik ki, zehindən biz çox uzağa gedə bilməyəcəyik. Bu adların həqiqətini bilmək üçün insan gərək qəlb səfərində ola. İnsan gərək mənəvi seyirdə ola ki, Allahın Əsma-ül Husnasında seyr eləyə bilə. Qəlb gözü ilə Allah-u Teala'nın bu Əsma-ül Husnasının həqiqətlərini müşahidə eləyə ki, və bu müşahidə bitməz bir müşahidədir, sonsuz bir müşahidədir. Bundan insan mərifət əldə eləyə bilər, ilahi bilgiləri əldə eləyə bilər. Bizim də bu adları öyrənməkdən məqsədimiz heç olmasa ən azından zehin mərhələsində bu adların mənasını bilmək və bu adlardakı xüsusiyyətləri özümüzdə təcəlli etdirməkdir. Bəndə necə eləyə bilər ki, Səməd xüsusiyyətini özündə təcəlli etdirsin? Əbu Hamid Qəzali İslam mütəfəkkiridir, böyük İslam alimlərindəndir. Deyir ki, Mən cəaləhullah məqsədə ibadihi fi Muhammədi dinihim və dünyahum. O kəs ki, Allah onu din və dünya işlərində bəndələrinin üst tutduğu qapı qərar verib. Onun dili ilə, əli ilə insanların ehtiyacını ödəyir. Allah ona bu xüsusiyyətdən böyük bir pay veribdir, yəni Samad xüsusiyyətindən.
Saməd dedik nədir? Saməd odur ki, ehtiyacları həll edən, ehtiyacsız olan, zəngin olan, ona üst tutulan, cism olmayan. Təbii ki, ardınca deyir ki, lakindir, mütləq səmədiyyət Allaha məxsusdur. Mütləq səməd olan Allahdır. Çünki bütün ehtiyacların həll olunması üçün üst tutulan qapı mütləq mənada nədir? Yalnız Allah Teala'dır. Bəndə bu səməd xüsusiyyətini özündə, öz varlığında təcəlli etdirmək üçün gərək bu cür gözəl əxlaqi xüsusiyyətlərlə zinətlənsin. Özü üst tutulan qapı olsun, üst tutan olmasın. İnsanların ehtiyacını ödəsin. O kəslərdən olmasın ki, insanlar gəlib bunun ehtiyacını ödəməlidirlər. Bu isə tələb edir ki, bəndə nə olsun? Bəndə zəngin olsun, səxavətli olsun, imkanı olsun, hikmətə sahib olsun, elmə sahib olsun, gücə sahib olsun, vəzifəyə sahib olsun, məqama sahib olsun. İnsanların əlində olandan gözünü çəksin. Fəqirlikdən, zəiflikdən, simiclikdən, hərislikdən, cəhalətdən və digər rəzil xüsusiyyətlərdən tamamilə uzaq olmalıdır. Bir sözlə bəndə bütün gözəl xüsusiyyətləri, Səmədin tələb etdiyi bu cür gözəl xüsusiyyətləri və Səmədin inkar etdiyi bütün pis xüsusiyyətləri özündən uzaqlaşdırmalı, bütün gözəl xüsusiyyətlərlə zinətlənməli, bu xüsusiyyətlərlə əxlaqlanmalıdır ki, Allahın Səməd adı onda təcəlli eləyə bilsin. O insanların ehtiyacını ödəsin. O insanların cəhalətini aradan aparsın. Elmə sahib olsun, elmin müxtəlif sahələrinə. Tək elm deyəndə biz din elmləri nəzərdə tutmuruq. Bütün elmlər ki, bu elmlərə sahib olsun, insanların o sahədə yardım etsin, cəhalətlərini aradan aparsın. Nə bilim, təbibdir, tibdə insanlara dəstək olsun, mühəndisdir, mühəndislikdə insanlara dəstək olsun, astronomdur, bu işdə insanların cəhalətini aradan aparsın, hər sahədə. Və müsəlmanlar təəssüf olsun ki, bu sahələrdən çox uzaq düşüblər. Yəni, biz məsciddə ki, daimən gəlirik, burada məscidin işi bəzən bax, belə sual verirlər, bu haşiyə çıxım. Bəzən məsələn deyirlər ki, din nə ixtira eləyib? Qardaş, din ixtira eləmir, din insan düzəldir. Din əxlaqlı, səmimi, dəyərlərə sahib olan insan yetişdirir. O insan nəsə ixtira etməlidir. Dini biz səhv başa düşürük bəzən. Din gəlməyib, astronomiya kitabı deyil Qur'an-ı Kərim. Nə fizika deyil, nə riyaziyyat deyil, nə kimya deyil. Din dəyərlərdir. Din gəlib bizi düzəltsin ki, biz Allahın bizə bəxş etdiyi bu ağıl neməti ilə dünyanı gülüstana çevirək, ya dünyanı xarabalığa çevirməyək. Saməd sözümüzü deməli özümüzdə təcəlli etdirmək üçün insanların ehtiyacını ödəməliyik, insanların cəhalətini aradan aparmaq, insanların çaşqınlığını aradan aparmaq, fəqirliyini aradan aparmaq, insanların fərdi və ictimai problemlərini həll etmək. Bu isə nə ilə mümkündür? Elmlə, məqamla, vəzifə ilə, güclə, qüdrətlə mümkündür ki, güc və qüdrət la havlə və la quvvətə illə billahil aliyyil azim. Güc və qüdrət yalnız Allaha məxsusdur və Allah bəndələrinə məxsusdur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.